Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahümmə salli ala Muhammed və ali Muhammed. Salamun aleykum və rəhmətullah. Əziz dostlar, hər vaxtınız xeyir olsun. Yəmanilərin tanınmış nümayəndələri barəsində danışırdıq. Biz gəlib Abdullah Haşimə çatdıq. Abdullah Haşim o şəxsdir ki, indi hal-hazırda özünü ikinci Məhdi adlandırır və şiələrin 14-cü Məhdisi. Bu, Abdullah Haşim digərlərinə nisbət daha radikaldır. Səbəblərini də inşallah deyəcəyik və Azərbaycanda da bunun tərəfdarları çoxdur. Abdullah Haşim Bəsrə şəhərində dünyaya gəlib 1983-cü ildə və İraq ölkəsində vəkilliklə məşğul olub əvvəl və Misir məktəbinin cəryanının nümayəndəsidir ki, biz danışacağıq inşallah ki, 4 dənə məktəb var, qol var, Yəmanilərin bir qolun rəhbəri böyüyü budur ki, bir-birlərindən tam fərqlidirlər. Hamısı Əhməd İsmailin davamçılarıdır, lakin 4 dənə qola bölünüblər, 4 hissəyə deyək ayrılıblar və heç biri də digərini qəbul etmir, etiqadları da tam fərqlidir. Məsələn, bəziləri deyirlər, qiyam etmək lazımdır, bəziləri deyirlər, susmaq lazımdır. Hərəsi bir söz deyir. Və təbii ki, adı Misir məktəbi cəryanı və ya digər adı Qara bayraqlar. Qara bayraqlar adından tanınır. Və Hərəkətul Müməhhidun Əl-Məvləviyyə var. Bunun rəisidir. Bu barədə danışacağıq Məvləvi barəsində, Məvləviyyələr barəsində ki, inşallah diqqət eləyəsiniz. Görün, necə insanlar olub Məvləviyyələr və gizlində bunlar fəaliyyət göstərirdilər. Nümayəndəsi də, rəisi böyüyü də Abdullah Haşimdir. Və təbii ki, bu şəxs kimdir? Bu cəryan nədir? Bu cəryan Əhməd İsmailin göstərişi ilə İraqın divaniyə yerində düzəlmişdir. Hərəkətul Müməhhidun Əl-Məvləviyyə təşkilatı. Bu şey barəsində mən biraz danışım. Məvləviyyə barəsində ki, Mavladır və onun böyüyüdür. Baxın, bunun barəsində deyirlər ki, bunlar çox sirlidirlər, gizlində fəaliyyət göstərirlər və bunların xüsusi etiqadları da var bu təşkilatların. Məsələn, bunlara görə İmam Zaman ağa Seyyid Yəmaninin cismində hulul edib və bütün ixtiyarları, öz ixtiyarlarını hamısını Seyyid Yəmaniyə verib. Məsələn, ruhun təharət olmasına, pak olmasına, onlara görə əmr bil məruf və nəhy anil münkəri tərk etmək lazımdır. İmamların qəbirlərini ziyarət etmək olmaz və bütün müctəhidlər kafirdir. Bütün müctəhidləri, bunlar mərci təqlidləri kafir verirlər, bilirlər və onlara təqlid etməyi icazəli bilmirlər. Ona görə də məsələn siz Azərbaycanda olan Yəmanilərə baxsanız, çəkilişlərinə görərsiniz, təqlidi vururlar, müştəhidləri vururlar, azğın hesab edirlər, hətta kafir hesab edirlər. Bu Abdullah Haşim bu cür qrupun adı nə oldu? Məhdiyyə Hərəkətul Müməhhidun Əl-Məvləviyyə qrupunun təşkilatının rəisidir, böyüyüdür. Əlbəttə özlərinə artıq bu gizli idi. Əvvəl gizli idi. Təbliğat üçün, təbliğ aparmaq üçün, gizlin təbliğat aparmaq üçün bu adı qoymuşdular. Məvləviyyə və daha sonra Abdullah Haşim onun rəisi oldu. Abdullah Haşim ki, qeyd etdiyimiz kimi Məvləviyyə cəryanının və Misir məktəbinin rəhbəridir. Çox fəaldır sosial şəbəkələrdə. Onun sənədli filmi var. Zuhur adında sənədli filmi var. Bu hazırlayıb, bu şəxs hazırlayıb. Və inşallah biz danışacaq o masonlar ki var, siyonistlər, Railiyyə adlandı. İnşallah bu barədə danışacağıq Allahın izni ilə. Onun, o Misir məktəbi barəsində danışanda danışarıq inşallah. Onun üzvüdür. Həmən o məktəbin üzvüdür. Ona görə də hətta bəziləri deyirlər ki, bu cür yəmanilər Allahın bu aləmdə rolunu da inkar edirlər. Çünki xüsusi məna var da bu Railiyyanın xüsusi mənası var, Raillər. Amma gələk bunun əsas iddiasına. Əsas iddiası budur ki, bu sonralar ayrıldı da, o məktəbdən ayrıldı və özünü ikinci imam adlandırdı. Dedi ki,
12 dənə imam gələcək. İmam zamandan sonra İmam zaman zuhur eləyib, Məhdi zuhur eləyib, dünyasını dəyişib və ondan sonra Əhməd İsmaildir və mən də ikinci Məhdiyəm. Məndən sonra da 10 dənə Məhdi gələcək, 12 dənə Məhdi gəlməlidir. Və bu digərlərin etiqadı da var ki, 12 dənə Məhdi var. Məsələn, Əl-Uqeyli bu barədə xüsusi kitabda yazıb. Əsas işi təbliğatdır, sənədli filmlər hazırlamaqdır sosial şəbəkələrdə və Əhməd İsmaili çox təbliğ eləyir və həmçinin Facebook səhifəsində, əlbəttə bu məsələyə bir işarə eləyim. Ona görə Facebook səhifəsində Əhməd Əl-Həsən, həmçinin Əhməd Həsən deyərlərdi ona, Əhməd İsmail, onlara görə bu deyək ki, Əl-Hüseyni, Vasiq Əl-Hüseyni və Tofiq Əl-Məğribi onun müdiridə. Onlara görə onlar işlədirlər. Bunun Əhməd İsmaildən heç bir rabitəsi yoxdur. Abdullah Haşim ilk öncə qeyd etdiyimiz kimi Nəcəf məktəbində üzv idi. Onlarla həmkarlıq eləyirdi. Məsələn, Uqeyldən, digərləri ilə. Və Zuhur elə sənədli filmini həmən vaxtı hazırladı Nəcəfdə olarkən, amma daha sonra isə ayrıldı və Nəcəfdən getdi. Dedi ki, Əhməd İsmail Nəcəfi lənətləyib. Abdullah Haşim özünü göyün övladı kimi adlandırır və qeyd etdiyimiz kimi Əhməd İsmaildən sonra özünü imam kimi adlandırır və özünə də Əba Sadiq ləqəbini götürdü. Məsələn, siz baxsanız, onların Telegram kanalları da var, nə bilim TikTok, orada burada kanallar açıblar, o cür qoyurlar. Əlbəttə, onlar öz şeylərin adını qoyurlar, Əhmədi Sülh və Nur dini. Belə bir ad da qoyublar. Deməli, şiələrin 14-cü imamıdır və 2-ci Məhdidir. Və dəlil nədir? Yaxşı, biz Abdullah Haşimdən soruşuruq. Sən deyirsən ki, mən 2-ci Məhdiyəm. Əhməd İsmaildən sonra. Sənin dəlilin nədir? Deyir, yuxu. Yuxu və istixarə. Bunların əsas dəlilləri yuxudur. Yuxu da belə gördüm. Əhməd İsmail mənə belə dedi. Tutardı. Sən də gərək mənə qulaq asasın. Yəni, yuxunu hüccət bilirlər. Yuxu üzərində çox manovr edirlər, dayanırlar. İnşallah bu barədə danışacağıq biz. Yuxunun hüccətliyi barəsində hədislər, ayələr, məxsusən hədislər ki, onlar istinad edirlər. Onları bir-bir araşdıracağıq etiqadlar bəhsində. Daha sonra Tofiq Əl-Məğribidir ki, bu həmən şəxsdir ki, Abdullah Haşim deyir ki, Əhməd İsmailin rəsmi Facebook səhifəsini bu işlədir. Araları yoxdur da və onun xüsusi kitabları var. İsbatul Hudad kitabı, Əl-İqaz minəl Həcəati bil-Burhan aləl-Rəcəti kitabı ki, Şeyx Hürrü Amilinin Muxtəsərül Bəsair kitabına şərh yazıb da. Və həmçinin digər Bəharul Ənvar araşdırır. Yəni, bu kitabları araşdırır. Və digər alim də onların nümayəndəsi Şeyx Əbdülrəzzaq Əl-Cabiridir. Bu da Bəsrədə dünyaya gəlib 1999-cu ildə, yəni çox zamandır və onun da fəaliyyətləri var. İnşallah o qrup qollar ki, deyəcəyik, o qollarda da deyəcəyik hansının nümayəndəsidir. Yəni bu alimlər ki, saydıq onların əsas tanınmış məşhur alimləri hansı qrupun 4 dənə qrup ki var nümayəndəsidir. Və sonuncudur ki, Məhdi Rəhimidir. O da Alman əlbəttə ölkəsində yaşayır və yəni orada dünyaya gəlib və əsli İranlıdır və digər onun böyük bir kitabxanası var, sərgisi var, orada fəaliyyət göstərir. Və də digər nümayəndələr var. Məsələn, Hüseyn Əl-Əliyyəvidir, nə bilim, Avun Muhammed Əd-Durey'idir, Avun Muhammed Şeyx Arif Əl-Hillidir, Şeyx Abdülazim Şükridir və Nəsir Həsən Hüseyn Haşimdir, Əla Nasir Kurdidir. Bunlar da digər nümayəndələrdir, amma bu 9 nəfər ki saydıq, onlar qədər məşhur deyil. İnşallah biz növbəti çəkilişlərimizdə bu təşkilatın əsas işləri barəsində danışacaq, hansı işlər görürlər, iqtisadi sahədə bunların komitələri var, hansı komitədir, harada fəaliyyət göstərirlər, mərkəzləri nədir və daha sonra da qolları barəsində danışacaq ki, çox önəmli bəhsdir. Bu qədər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.